Bədnəzər üçün şəri müalicə ilə bağlı hədis gəlib. Əmr bin Rəbiyə, Səhl bin Huneyf çimərkən onun yanından keçirdi və onun bədənini görəndə dedi, mən heç vaxt belə bir şey görməmişəm, nə qədər ağ və təmiz dəridir. Bu sözlərdən sonra Səhl birdən huşunu itirib yerə yıxıldı, sanki onu ildırım çaxmış kimi. Bu barədə Rəsulullah sallallahu aleyhi və səlləmə xəbər verildi. Ya Rəsulallah, Səhl huşsuz yıxıldı. Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu, kimi şübhəli bilirsiniz, kim ona bədnəzər edib? Onlar cavab verdilər, Amir İbn Rəbiyə barədə düşünürük. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, sizdən biriniz niyə qardaşını öldürmək istəyir? Əgər heyran qalacağınız bir şey görsəniz, onun üçün bərəkət diləyin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Amir İbn Rəbiyə əmr etdi ki, o təhərət alsın, üzünü dirsəklərə qədər əllərini, dizlərini və izarının geyiminin daxili hissəsini yusun, sonra isə bu suyu Səhlin üstünə töksün. Əz-Zühri, hədisin ravisi əlavə etdi ki, bundan sonra su Səhlin arxasından töküldü və ondan sonra o sağaldı. Hədis etibarlı sənədlə gəlib və Şeyx Əl-Əlbani bunu təsdiq etmişdir. Bu hədisdən alimlər bir neçə fayda çıxarmışlar. Məsələn, hətta niyyəti pis olmayan bir insan da bəzən digərini gözə gətirə bilər. Buna görə də başqasında bəyəndiyiniz şeyə görə onun üçün Allahdan bərəkət diləmək lazımdır. Barakallahu fikum və sair. Həmçinin hədis bizə öyrədir ki, bir insan bədnəzərə gəldiyini dəqiq bilirsə, onu necə müalicə etmək lazımdır. Lakin elə də olur ki, ya insan kimin göz dəydiyini bilmir, ya da göstərilən müalicə üsulu münasibətləri pisləşdirə bilər, onda şəri rüqyəni tətbiq etmək olar. Suyun üzərinə Fatihə, İxlas, Fələq, Nas, Ayətəl-Kürsi və Qurandan bildiyiniz yaxud oxumağa bacardığınız hər hansı bir surə və ya ayələri oxumaq lazımdır. O şərtlə ki, siz rüqyanı oxuduqda dəqiq etiqad edirsiniz ki, şəfanı yalnız Allah, buna iman etmək şəfanı tapmaq üçün əsas şərtdir. Sonra bu sudan bir qismini içmək, bir qismi ilə də təhərət almaq lazımdır. Həmçinin sidr tozunu su ilə qarışdırıb ondan içmək və bu su ilə təhərət almaq olar. Həm də təmiz kağız üzərində zəfəran tozu ilə Qurandan surələri yazmaq, üzərinə su töküb qarışdırmaq lazımdır ki, hərflər tamamilə suda silinsin. Sonra ondan bir qədər içmək və bədənin üzərinə tökmək lazımdır. Əgər Quran sadəcə şifahi oxunubsa və ya hərflər tamamilə silinibsə, suyun kanalizasiyaya axıb getməsində heç bir qəbahət yoxdur. Bunu İbn Teymiyyə, Şeyx İbn Baz, Şeyx Üseymin və digər alimlərin öz rəylərində bildirib. Eyni şey bir insanın sehrə düçar olması halında da edilir. Lakin insan Allahın əşrəfi olduğuna bütün qəlbi iman etməlidir. Yəni şəfanı yalnız Allah verir və müalicə bu etiqadsız heç bir fayda verməz.